Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son illər həm erkən nikahlar, həm də qohum evliliklərinin sayı çoxalır. Bunu sosioloq Lalə Mehralı açıqlamasında deyib. O, qohum nikahlar üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladıb. Bir neçə aydan sonra qanuna görə qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canfəşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu genofondumuz naminə atılan addımdır. Sosioloqun fikrincə qanun çoxdan qüvvəyə minməli idi. Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara bir il müddət verilməzdi. Bilirsiniz, nə qədər qohumlar arasında nikah bağlandı. İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi, dayı və qardaş bacı qızı, həmçinin bibi xala və qardaş bacı oğlu daxil edilib.